Əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. 13 aprel 2025-ci il sizi Alanya'nın Oba məhəlləsindən salamlayıram. Və burada gözəl bir Pepino adlı şinyat kafesi var, şinyat patisserie var. Oranı sizə təqdim edəcəm. Bu ərazini də belə göstərirəm sizə. Arkada görün necə gözəl dağlar, meşələr. Biraz əvvəl güclü yağış yağırdı və hal-hazırda günəş çıxdı. Pepino Cafe Patisserie Fruit Cocktail tam adı belə yazılıb. Deməli harda yerləşir? O göy bina metro alış-veriş mərkəzidir. Alanya'da demək olar hamı tanıyır. Tam metronun arxasındadır. O ərazilər də zaten kafeler, restoranlar, ofislərin olduğu ərazidir. Biraz oradan qabağa gəldiyiniz zaman sol tərəfdə çəhrayı rəng. Çəhrayı türk dilində pəmbə, rozovay 3 dildə dedim. Bəli, çox qəşəng, maraqlı, şirin bir yerdir. Biz də ilk dəfə gəldik bura. Göstərim sizə. Pepino adlanır. Gözəl şinyatların dadına baxa bilərsiniz. İçkilər, kokteyllər, hər şey var burada. İçəridə suni çəhrayı rəng güllərlə bəzədilib. Burada suni palma ağacı. Sakit, maraqlı bir yerdir. Ailəvi şəkildə də gələ bilərsiniz. Və burada cürbəcür, baxın, uşaqlar üçün tortlar, doğum günlərini qeyd etmək üçün maraqlı tort modelləri var. Sifariş verə bilərsiniz. Qarşıda isə bar və kassanın olduğu yerdir. Bu da qapalı hissəsi. Burada çox qəşəngdir. Deməli, əziz dostlar, Pepino'da həm də Azərbaycanlı dostumuz çalışır. Adı Rüfətdir. Rüfət, salam, necəsən? Yorulmayasan. Əgər bura yolunuz düşsə, Rüfət də buradadır. Abi kolay gəlsin. Merhaba. Erdem de buradadır. Kim? Erdem. Erdem abi de buradadır. Erdem abi, nasılsınız? Hamdolsun abi, sen nasılsın? Sağ ol. Nicesin abi. Ben Azerbaycanca konuştuğum için Rüfət'i təqdim elədim. Azerbaycanlılar gəlsə doğmalıq hiss etsinlər. Olmaz abi. Erdem abi de buradadır, Rüfət də buradadır. Sizə gözəl xidmət eləyəcəklər. Ay sağ ol. Ay, sağ ol. Bu da Ay sağ ol. çaylar da hazırlanır. Və çox maraqlı şəkil çəkdirmək üçün yerlər də var burada. Dizaynı qəşəngdir. Baxın, burada həm otura bilərsiniz, çay içə bilərsiniz, həm də qəşəng maraqlı şəkillər çəkə bilərsiniz. Erdem abi, söylemek istediğin bir şey var mı? Abi Azerbaycanlı olan değil, öz kardeşlerimize selam olsun. Çok- Bekliyoruz. Her zaman gelin. Sağ ol. Çok iyi söyledin. Allah razı olsun. Bəli, əziz dostlar, belə gözəl yerdə gəlib oturub istirahat edə bilərsiniz. Çay, şirniyyat, hər şey. Və Erdem abi ilə Rüfət də buradadır. Yolunuzu gözləyirik. Mən isə yavaş-yavaş sizinlə sağollaşıram. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, var olun. Orası